Deli bürcülər 29 iyundan 6 iyula doğru Oğlaq, Buğaq, Qız bürcülərin torpaq ünsürləri nələr gözləyir? Birinci oğlaqlardan başlayaq. Oğlaqlar mənfi auranın içərisindəsiz. Yəni bu həftə o qədər hər şeyə fikir verməlisiniz. Yəni hər saniyəviz, hər dəqiqəvizdə bir təhlükə ola bilər. Hər saniyəviz, hər dəqiqəvizdə gizlətdiyiniz, yarımçıq saxladığınız problemlər aktivləşə bilər. Yəni bu həftə çox bir kaşa bir vəziyyətdə həftədir. Pul maddiyatla əlaqədar aqressiyavız ola bilər, başqa insanlarla əlaqədar. Pul maddiyatla bağlı səhv aldanma ola bilər. Bu həftə ola bilər ki, özünüzdən başqa bir insanlara nəsə bir oyun qurasınız, özünüzü kamuflyaj eləyəsiniz. Və mənim xoşuma gəlmədi oğlaqlar. Bəli, oğlaqlar mənfəətləri üzərindən yaşayan, qürurunu çox da tapdalamağa çalışmayan, amma zaman çərçivəsinə doğru hər zaman demək olar ki, 90% səhv qərara nəticəsində boşluqda qalan insanlardır. Bu həftə oğlaqlar sizdə insanların sizi itələməsi ola bilər. Ayrılıq, boşanma kimi, işdən çıxma kimi qərarlarınız ola bilər. Şeytan bu həftə çox yanınızda aktivdir. Bacardığınız qədər belə deyim də 100 dəfə düşünün addımlarınızı, hərəkətlərinizi, beyninizi, danışıqlarınızı. Elə bir vəziyyətdir ki, yəni hər atdığınız addım, hər bir hərəkətdə geridə, boşluqda qala bilərsiniz. Qürurunuzu belə tapdalamağa çalışmayacaqsınız, amma başqa insanların danışıqlarına uyub səhv addımlar ata bilərsiniz. Belə deyim də başqa bir insanlara zərər getirə bilərsiniz. Çox xoşuma gəlmədi. Bu həftə şansınız 68-70% arasındadır. Heç 68-ə çatdıracağınıza inanmıram. Çünki o qədər mənfi auranız var ki, həm sağlamlıq olaraq, həm danışıq olaraq, həm pulla bağlı idarə olaraq çox bərbad bir vəziyyətdir. Buğalara gələndə buğalar bu həftə küskünlüyünüz çoxdur. İnsanlar nəsil simasını görəcəksiniz. Etdiyiniz fədakarlıqların hamısının boş olduğunu və zamanla əlaqədar həvəsinizin öldüyünü, hər şeyin yarımçıda saxlayacağınızı və çox ağıllı müdrik qərarlar verməyə çalışacağınızı, nə şiş yansın, nə kebab yansın deyə ki, bir qərarlar verəcəksiniz. Bu həftə çox ağıllı olacaqsınız. Bu həftə bəli, mən çox ruzuluyam, mən çox şanslıyam, mən çox ağıllıyam, amma ətrafımda olan insanlar uğursuz, lazımsız insanlardılar və onları belə deyim, olduğu kimi qəbul etməyə çalışacaqsınız. Bu həftə daha çox özünüzü incidəcəksiniz, özünüzü boşluqda saxlayacaqsınız. Hər kəsin simasını, hər kəsin düşüncələrini görməyə çalışacaqsınız və böyük addımlar atmayacaqsınız. Zamanla əlaqədar yarımçılığınız var, özgüvənlə əlaqədar boşluqlarınız var. Elə bilin ki, müdaxilə edici bir vəziyyətdə olacaqsınız. Tam özünüzü beyin olaraq, düşüncə olaraq aktivləşəcəyinizi görmürəm. Uğursuz bir həftə deyil, amma çox monoton və zəif bir həftədir ki, bu həftə sizi elə biraz incidəcək, özünüzü kəşf eləmək, özünüzü qabağa çəkmək istəməyirsiniz. Geridə qalıb hər şeyi izləyib zamanında hərəkət etməyinizi istəyəcəksiniz. Maddisal böyük bir dəyərləriniz yoxdur, eyni monotonluqda, amma şəxsiyyətlə əlaqədar küskünlükləriniz normadan çoxdur buğalar. Qız bürcülərinə gələndə isə qız bürcülər həftəlik boyu qəfəsinizdən çıxacaqsınız. Keçmişlə mübarizə aparacaqsınız. Keçmişdən gələcəyə doğru nə problemləriniz varsa çox mükəmməl şəkildə hamısını həll edəcəksiniz. Bu işlə əlaqədar ola bilər, şəxsiyyətlə əlaqədar ola bilər. Həm uşaq olacaqsınız, həm böyük olacaqsınız. Özünüz zaten psixoloqsuz. Qız bürcüləri həyatda bir psixoloji məntiq olaraq, belə deyim də, dərraki olaraq dünyanı analiz eləmək üçün, belə deyim də, özlərini, beyinlərini aktivləşdirən ünsürlər, torpaq ünsürlərin ən üst səviyyəsində olan insanlardan biridir. Bu həftə qərar verəcəksiniz harasa getməyi və yaxud da belə deyim də, işinizlə, özünüzlə, evinizlə bağlı dəyişimlər etməyə qərar verəcəksiniz. Bu həftə keçmişdə olan narahatçılıqların hamısının qabağını alacaqsınız və ən əsası azadlığım, belə deyim də, özümü günəş kimi ortaya çəkməyim, qəfəsimdən çıxma zamanı kimi özünüzü aktivləşdirəcəksiniz və bəli, sağlamlıqla əlaqədar baş miqren, qarmalit kimi, baş ağrılar, təzyiq kimi nə narahatçılıqlarınız varsa, hamısının qabağını alıb özünüzü gücləndirəcəksiniz. Həftənin uğurlarından biri də qız bürcülərsiniz. Həftənizi 86%-ə qədər uğurlu edə bilərsiniz və ən əsası o saflığınızı, o təmizliyinizi, enerjinizi təmiz şəkildə saxlayacaqsınız.